Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Xəzər, neynəyəcəyik? Nazlı, sən sakit ol, narahat olma da. Bir həllini tapacaq. Sən qayıt bu tərəfə get. Mən özüm onların başını qatacağam. Yaxşı. Narahat olma. Salam aleykum. Bu hardan çıxdı yenə qabağımıza? Aleykümselam. Yox, bir dəqiqə deyəm. Bəlkə sən də elə onlardansan, onlarla bir yerdəsən, səni göndəriblər, özləri də gələcəklər. Onlar kimdir? Mənlə dalaşanları deyir də. Ya yox, nə dalaşan, nə adamlar. Mən gəzməyə çıxmışdım. Ha, yox, pis deyilsən. Belə bekar adamsan da, çıxırsan gəzməyə, hava alırsan. İşin gücün yoxdur sənin. Ay, nə boş-boş danışsan. Gəzməyə çıxanda səndən icazə almalıyam mən. Hə. Yeri gedişinlə məşğul ol, açıl başından. Mənim bu dəqiqə səni ayırmağa vaxtım yoxdur. Adam gözləyirəm, gəlsin, söhbətə çağırmışam. Əgər problem varsa qala bilərəm ha. Ona bilirsən də nə lazımdır? Nə lazımdır? Ürək lazımdır. O da inanmıram səndə olsun. Özünüz bilərsiniz. Yəni, havanı alacam bir gün, darıxma. Qalar. Hə, sakit dur da. Mən bura nəyə gəlmişəm? Bu gədə-güdüyə zəng elə gör, harda qaldılar? Tək gəlməyəcəklər Tez elə ha. də, narahat olma da, mən buradayam. Tez elə, zəng elə görək. Qalardı da. Zəng elə. Zarafat edirsən? Yox, zarafat eləmirəm, tam ciddiyəm. Sən hamıdan fərqlisən Gülüm. Ne gülürsən ki? Anneciğim Allah seni güldürsün anneciğim. Nə olub da? Nədir mənim günahım? De görüm niyə? Sən özün məndən yaxşı bilirsən nədir sən günahı. Başımı xarab eləmə məni. Ne olur, ne olur? Ne ses güydü? Alemi götürüp yesəsiniz. Niye dalaşırsınız? Bilmirəm, Yaşar məni evdən qovur amma bilmirəm niyə. Başa düşmədim, mənə niyə xəbərim yoxdur? Çoksan kopmalıydı. Bildim də, ay kişi, onu demirəm. Yəni ki, bu evin ağsaqqallarının niyə xəbəri yoxdur məsələdən? Çünki indi qovur. Hə, indi qovur. Yaşar, ne meseledir? Ata, xahiş edirəm qarışmayın siz bu məsələyə. Ay nətər yanı qarışma. Ailə oyuncaq da. Onu qorumaq lazımdır. Bu gün dağıtırsan onu sabahları düzəldə bilərsən. Ailəni bir də şəkər qoruya bilmir də, mən neyniyim? Getdi mənə dedi ki, ay Yaşar, bir dənə nə bilim bir müsabiqə var ki, o müsabiqədə iştirak edeyim. Nə bilim nənə, mən də ürəyim yandı da, neynəməliyəm ki? Nə müsabiqədə o? Mənə niyə xəbərin yoxdur?
Və başqa müsabiqədə bir dəqiqə dayan da. Mən də hələ bu da dedi ki, videom internetə çıxmayacaq. Nə video çıxdı internetə? Mən izah eləyə bilərəm. İzah eləməyə ehtiyac yoxdur səni. Öz də elə bilir ki, mən Yaşar izləməyəcək, Yaşar bilməyəcək. Hə, bu da öz bildiyini eləsin. Ay, ay. Çıx get də göz döyüb baxırsan mənə. Özə bax sənə deyirəm, Dilbəri sənə etibar eləyə bilmərəm ha mən. Sən özünü idarə eləyə bilmirsən, hələ qalmışdı uşaq idi. Yaşar, mənim özümü idarə eləməyim, hələ analığıma söz deyə bilməzsən, bir deyil. Bir də ki, mən dedim, sənə nə oldu, hə? Sən niyə razılaşdın? Sən niyə razılaşıb atana kələk gəlib pul aldın, hə? Ne danışır abi? Əhməd əmi, mən xəstə zad deyiləm. Yaşar yalandan sizə deyib 500 manat aldı ki, o aparsın, qoysun o yarışmaya. Paltar alaq. Ne danışır abi? Hə? İkiniz də çıxırsınız. Yaxşı? O tək getmir, sən də gedirsən. Ata, bir dənə. Sən niyə hər şeyi açıb ağardırsan? Güllü, Ayca, Güllü başıma oyun gəlib. mən də. Güllü öldüm qayıtdım. Mən də ölmüşəm amma hələ qayıtmamışam. Qardaşlarım mənim başıma itin oynamışdı. Qulaq asdı, bilsən başıma nə oyun gəlib. Heç nə, Arazla Talih də gölün qırağındaydı. Nə danışırsan, sən elə sağsan? Ay qız, məni görmədilər, qaçdım, gəldim tez. Bu gölün qırağında adam görüşə gedər. Elə bilsən burada mənim əvəzimə götürdün oğlana yazdın, nə gəlirəm? Sən də heç narazı olmadın da amma. Nəsə də bunları boş ver. Qulaq asdı, sən nə olub? Mənə heç nə, bunun yanında heç nə desən. Dedən danış. Heç nə. Gözlə. Alo. Hə, Xəzər. Nazlı, yaxşısan? Hə, yaxşıyam. Necə qaçmısansa gəlib çata bilmədim mən sənə. Mən ara yollarla gəldim, yəqin ona görə. Yaxşı. Oldu, sağ ol. Yaxşı Nazım, mən gedim. Heç soruşmursan Xəzərlə nə danışdın, nə oldu? Yəqin yaxşı olub da. Təbrik edirəm səni. Mən biraz da evə getməsəm amma əsəbləşəcək. Nə olub, yaxı Güllü? Heç nə, görüşərik. Şəkər, ikinci dəfə təkrar eləməyəcəm, başa düşürsən? Beş düşübü yığ, sənə yaxşı yox. Çıx get də göz döyüb baxırsan mənə. Özə bax sənə deyirəm, Dilbəri sənə etibar eləyə bilmərəm ha mən. Başa düşməmsən, hələ getməmsən. Yaşar, mən heç bir yerə getməyəcəm, elə evimdə oturacam. Sən bu qədər üzdüsən sən. Dedim də heç yerə gedəsi deyiləm. Sən mənə qulaq assan, mən sənə hər şeyi başa salacağam. Elə mən sən qulaq asasan bu vəziyyətə gəlib çatmışam da. Nə deyirsə getmirsən indi sən. Yox, getmirəm. Elə çox getmək istəyirsən, deyə get qapı ordadır. Nə olar? Sən getmə. Sən getmə, mən özüm gedərəm. Getdi bu. Şəkər? Nə olub? Ay Şəkər, nə olur ağlama da. Sən ağlayanda məni də ağlamaq tutur. Ay qız. Şəkər. Bax, sənə 1000 dəfə dedim ki, şəkillərinizi paylaşmayın. Göz dəydi bax sizə. Hamının bir nəfsi var. Qulaq asmadın ki mənə. Yaxşı da nə olur ağlama. Dur su iç. Hər şey yaxşı olacaq. Dur su iç. Şəkər. Zəfər qaqa, inansan sən gedəndən aləm dəyib bir-birinə. Hamı başını itirib burada. Nə olub axı? Ürəyini partlatma da. Atam yaxşıdır. Elə bir dənə o yaxşıdır da. Turp kimidir, biz qırılırıq burada. Niyə axı? Ha, bilsən nə olub qaqa? Yaşar qaqam Şəkəri qovdu evdən. Nə danışırsan? Getdi? Yox, Şəkər getmədi, amma Yaşar qaqamı qovdu. Mən bir dənə qız istəyirəm, heç mənim hayıma qalan yoxdur burada. Arif qaqam hamımızdan küsüb niyəsə, tutanmırıq nə olub.
Dədəm də Yaşarla şəkərdən küsüb ki, olan yalan danışıblar. Zəfər, alo. Zalım oğlu, telefonda dözmədin. Ölürəm mən burada. Gəl ay qız, gəl. Öldün ey ağlamaqdan. Şirniyyatla çay verim sənə, özünə gəl. Day, sonrasında sonra fikirləşərik. Sonrası var da. Yaşar qağamı tanıyıram da, boşanmağa getdi 100%. Nəyə gözü vağadır səni? Ərin Allahdan arvadı kim saxlayacaq? Belə ağıllısan, git qızın ürəyini al da. Yeri, çıx canım, çıx canım. Pis yerdən var, səni adam ye. Ay qız, sakitləş, özünə gəl. Əsas odur ki, baxaq görək Nazlı kimlə danışır, onu tapmaq lazımdır. İndi ondan sonra görsünlər problem trendə qoşulmaqda, yoxsa oğlanla danışmaq. Bezmədiz də qeybətimi eləməkdən. Sən nə qeybətimi eləyəcəm? Mən öz ayımdayam. Hiss olunur elə. Sən nə edirdin mənim telefonumu? Su dağıldı üstünə, silirdim də. Özüm silirəm. Qoymurlar, öldüm yerdə ölüm. Bax, görürsən, bax, deyirəm nəsə var, amma mənə heç kim inanmır. Amma görərsən, bax, bu işin içindən nəsə çıxacaq, bax, buna yazıram. Nəsə çıxacaq. Cüt 5. Onun heç yeri yox idi ya. Dördü də burada. Deyirəm, yaxşı ki deyirəm, Yaşar getdiyə mənim yerimə. İnanırsan, ölürdüm mən. Yaşar kefindən getməyib, başını götürüb gedib. Düz oyna kişi. Yaxşı, ikisi yoxdur da. Yoxdur, iki yerdə işte. Sən yek. Oyna. Bu yek. Sən yoxdur, gəsən var. Niyə bağladın? Sən dur. Ay Nərmin, çay nə oldu? Bence yek. Bağlamışam ha burada. Çıxacam buradan. O da sənə ayaq verməliyəm, değil mi? Bence yek, oyna görür. Dört qoşaya bax. Yoxun da. Ay, çox sağ ol. Yoxundur da, nə oynayım, oyna da. Şeş. Kim odur? Hələ ki, heç kim. Gözə başlamışıq. Sən şeş burada al. Sən şeş. Şeş çağır. Bir dənə yoxdur. Bağlamışam hamısını. Hadi. Sən dur. Deyirəm, bu evdəki işlərin axırı necə olacaq? Bizim işlər Allaha qalıb. Yaşar başını götürüb gedir. Nəcib qız sevir. Ağlına gələni eləyir. Mən də bugün Taleyin söhbətinə getmişdim də. Mənə niyə deməmsən ki? Sənə niyə deyim? Uşaq söhbəti idi, ona görə səni narahat eləmədi. Onda belə şeylər olanda mən bilim o. Arif qardaş. Bəli. Amma mən bir şey bilirəm, sizə deyəcəm onu. Buyur. Deməli, bax, deyirəm, davamını özünüz gətirin də, başa düşün ki, nə demək istəyirəm, yaxşı? Deməli, o günlərim Araz Nazlı'nın telefonu götürmək istədi. Vermədi. Bu günlərimdə Nazlı'nın telefonu elə bir su dağıldı. Mən götürdüm ki, onu silim. Canım yandı da, istədim ki, silim. Gəldi, tez əlimdən aldı telefonu ki, neyinirsən belə? Və neçə gündür də belə quşu ora-bura keçir, belə gizlin-gizlin gülə-gülə kimləsə mesajlaşır. Bu tərəfdə, bu tərəfdə. Nə danışsan sən? Belə şey olar.
Nərmin, çiğ-çiğ söhbətlər eləmək, ha. Yaşı belə də ki, mənim nəyimə lazım. Sizə görə dedim də, sonra başınıza vurmuyor. Orxan! Orxan! Bu niyə belə edir ya? Alo. Aycan. Hə, Nazlı eşidirəm. Xəzər axşamın xeyir. Narahat elədim deyəsən. Yox, nə narahat, xoşdur. Nəcəb, xeyir olsun, nəcəb yığmısan? Xəzər zəng elədim deyim ki, mənə bir də zəng eləmə. Mesaj da yazma. Niyə yazmayayım ki, Nazlı? Nə olub, nəsə xətrinə dəymişəm? Yox, sən mənim xətrimə dəyməzsən ki. Bilsən necədir, Xəzər? Axır vaxtlar dükana tez-tez gəlib getməyin, həm də belə qonşuluq münasibəti falan yaxşı şey danışmırlar. Qonşuyuq da, yəni qonşu kimi mehriban danışıq da. Yəni kimsə səhv başa düşür ki, yəni necə mən tam anlamadım səni. Nəsə də zəng elədim deyim ki, mənə bir də zəng eləmə. Ümumiyyətlə mesajda yazma, axtarma, yaxşı? Başa düşdüm səni. Heç olmasa dükana gələ bilərəm bir-iki dəfə. Yəni işlə bağlı da nəsə olanda gəlim bir-iki dəfə. Az olacaqsa, hə, olar. Həftədə 2 dəfə. Görsən, lap çox azdır, onda 3 dəfə də olar. Yaxşı, çox sağ ol. Nə deyim? Gecən xeyrə. Xeyrə qarşı. Nə oldu? Orxan belə, Nazlı da belə. Aras, Buyur mənəm. Aha. Yaşarla danışmamısan. Danışdım, yaxşıdır. Deyirəm, mən də gərək ondan oturum bir söhbət eləyim. Ailəsini dağıtmasın. O da mənim kimi ailəsini dağıdıb qalacaq küçələrdə. Arif, darıxdırma özü, yaxşı olur. Deyirəm, səhərdən də Nazlı gəlmədi stola. Görəsən nə olub? Yenə yəqin telefona başı qarışıb. Sabahınız xeyir. Sabah xeyir. Günaydın. Necəsin? Sən oradan çıxdın. Ay gəldim də, gəldim. Hoş geldin. Necəsən? Ardayan. Nasılsınız abilerim, ablalarım? Ha, Alaca. Mənim niyə xəbərim yoxdur sən gəlməyindən? Buna deyirlər sürpriz. Sürpriz elədi. Əyləş. Gəl bura. Deyirəm, yaxşı gəldin. Yoxsa bax, bunlar hamısı bu ailənin aylıq gəlirini, çıxırını, nə tər olacağını bilmirlər ha. Keç, harada, əyləş orada. Hara ürəyini istəyir keç. Nazı bir dənə sağ qardaşıma vermək. Qulaq asın, gəl sən qəşəng kükə eləyim, hə, xoş deyirsən. Ayda kükə əla olar. Birinci çay verim deyəm. Çay verirəm. Xəbərim var da. Nə olub? Qardaşın da inciyib gedib. Bilirəm, hamısını bilirəm. Necə? Nəsə, boş verin. Bu yaxın gətir. Sən yemirsən, həm?
Camaatın qabağına küçədə çıxır, mənim qabağıma bu çıxır. Nazlı. Əgər kameradan izləmirlərsə gələ bilərəm. Gəl. Dəqiq. Dəqiq. Gözümü o qədər qorxudublar ki, gözüm qapıda qalır. Çox narahat qaldım səndən. Evdəkilər necədir? Yaxşıdır, salamaçılıqdır. Elə ara yollarla gəldim, çıxdım, heç kim görmədi. Gəlinlərdir də, elə bütün günü mənə güdürlər. Tək gəlinlər olsa nə dərd? Sənin qardaşların da. Vay. Bilirəm. Özün yaxşı bilirsin. Amma yenə də çox sağ ol maraqlandığın üçün. Dəyməz, neynədim ki? Sənin işlərin necədir? Orxan neynir? Orxandan heç xəbər var ki, nə mesaj yazıram, mesajıma baxır, nə zəng edirəm, telefonuma açır. Niyə, nə olub? Nə olsam bilmirəm. Qulaq asıb, bəlkə elə bir hadisə var ki, sənə danışa bilmir. Baxmadan indi söz verib də, bəlkə utanırsan yığmağa. Yox, utanmalı nə var ki, mənim doğma əmim oldu. Yəni, bunun problemi varsa, nəsə narahatçılığı varsa, mənə yığıb deməlidir. Nə vaxta kimi mən yığacağım, o ad boy verəcək. Mən mesaj yazacağım, cavab verməyəcək. Uşağıq biz. Əşi, boş ver, düzələr. İnşallah. Mən gedirəm torpağa baxmağa. Sənin də vaxtın varsa, istəyirsən bir yerdə gedək. Torpağa baxmağa? Mən niyə? Yəni... Bizim torpağın yanında boş yerlər var da. Deyirəm, bəlkə gələcəkdə bilmək olmaz da. Torpaq alarsan, ev tikərsən, gələcəyə yatırımdır da. Yox? Doğrudan gəlmək istəyərdim, amma dükanı neyim? Güllünü yığasan bəlkə, güllüyə deyəsən. Alınsa mən sənə xəbər eləyərəm. Yaxşı. Düzdür, bilirəm ki, telefonundan silmirsən mənim nömrəmi. Amma beynindən silməmisən. Ona görə xəbərini gözləyəcəm. Xəbər eləyərsən. Mütləq. Beni kalbimden vurdun, gözün aydın. Səs də yox deyil, səs də yoxdur. Deyirəm ki, insanın pis gününə sevimi özü başqa bir fərasət istəyir. Amma yox, səndəki fərasət deyil, səndəki qarnında olan qurtlar düzünə vurub. Sən nə qurtlu adamsan ha? Sən nə qurtlu adamsan? Gəlmişəm sənə xoş söz deməyə, xoş xəbər verməyə. Gələn kimi qanımı qaraltdın da, mənə söz soxdun da. Səndən mənə nə şad xəbəri, nə xoş xəbər? De görüm. Demirəm, nəyimə lazım? Görmürsən, mənim burada ürəyim qan ağrıyır. Deyirsən de, demirsən, özün bilərsən, çıx getsən Allah. Gəldim ki, deyim, qalib olmuşsan. Videon birinci yer olub. Doğrudan deyirsən? Doğrudan deyirsən? Hə də. De şəkərin canı. Şəkər ölsün. Az gəl, bura verəcəm. Sənim ol. Az qoy sən yorum görüm, az. Alo, salam xanım. Sizi narahat edən zövqlü xanımdır. Azərbaycanın zövqü ilə seçilən nömrə 1 xanımlarından. Adı kimi, özü kimi şəkər olan Şəkər xanım. Xanım, mən qalib olmuşam. Nə vaxt gəlib pulumu götürə bilərəm? Nə pul ay xanım? Sizə pul verilməyəcək.
Necə yəni? Siz deməmişdiniz ki, ən çox videoya baxış gələndə həmin adam qalib olacaq. Mənim videom qalib olub da. 1500 manat qazanmışam mən. Xanım, sizə pul verilməyəcək. Bu reklam xarakterli idi. Necə yəni reklam xarakterli? Ay xanım, mənim videom qalib gəlib deyirəm sizə. Başa düşürsünüz? O 1500 manatı mənim deyəm, mən qalib olmuşam. Nə reklam ay xanım? Mən o qədər pul verib o boyda paltar almışam sizdən. Elə bizim niyyətimiz də elə o idi. Yəni paltarlarınızı cansağlıq ilə geyinəsiz. O qədər qadın içində qalib olmaq puldan milyon dəfə artıqdır. Gedin qalibiyyətinizi qeyd edin. Başıma xeyrat boy verdi ay qız üzümə. Az bunlar fırıldaq deyir. Deyir qalib olmamışsan. Mən bunlara görə ərimlə üz-göz oldum. Mən ərimlə üz-göz oldum. Hələ bax burada. Bax burada oturub söz verdim ki, Yaşara videom heç yanında yayımlanmayacaq. Mən ərimlə üz-göz oldum. Ona görə deyirlər də, sosial şəbəkələrin təsiri altına düşmək olmaz. Bu da sənə sübut. Başıma xeyir, mən hamını evdə bax belə qarşıma aldım. Hamından didişdim. Bu da axırı. Başıma daşdı. Qulaq as. Hə. Paltarların üstündə etiket də qalır. Hə, hamısı etiket üstündə. Çək atmamısan? Yox, o da içində. Dur gedirik. Çırpaq üzərinə pul dalaq. Dur. Bu da sənə axırıncı yaxşılığım olsun. Dur. Ay Nərmin, mənə bax. Amma heç kim heç nə deməyəydi, yaxşı? Uf, ay şəkər. Ay Güllü, mən də səni yığacaqdım. Mənə yaxşı gəldin. Mən də səninlə danışmaq istəyirəm. Danışmağına danışarıq, amma mənim yarım saatlıq işim var. Mənə vəz eləyə bilərsən. Hə, eləyərəm. Qulaq as, amma bizimkilər soruşsa denən ki, dırnağa getdin Nazlı. Dırnağa getmirsən, yaxşı deyəm. Amma hara gəlirsən doğrudan? Heç nə, Xəzərlə geririk torpağa baxmağa. Torpağa baxmaq biraz, amma sevənlər üçün, görüşmək üçün hər şey baxmaq. Ay Güllü, doğrudan geririk torpağa baxmağa. Yaxşı, nə deyirəm ki, mən heç nə demirəm ki. Amma başqa bir daraq çək, ala, duxu da vur, hazırlaş, yaxşı get. Bir dənə bir də gözlə özündən danışım hələ deyəm. Xəzər, hə, mən gələ bilirəm. Gəldi Güllü. Hə, yaxşı. Oldu. Get, buradayam. Gedirəm. Arxayın get gələk. Vur, sonra get. Al. Vurum ki, az amma, az. Heç görüşərik. Daramadın saçımı, get. Daradım, hə. Allahım, ölmədim, bu günləri də gördüm. Bu qız da görüşə gedərmiş. Danışmadıq amma. Ay Nərmin. Hə. Amma mən səni belə bilməzdim. Halal olsun. Səni də görürəm elə dilin ancaq mənə çıxır. Az heç mən qoyaram, haqqımız yerdə qalsın. Qardaş, say gəlinlər, səhərdən belə sizi axtarıram. Ay Əhməd Fazıl, buyur otur. Yox, sağ ol. Mən ölmüşəm, ağlayanım yoxdur. Sən düz əməlli başlı danış görüm, nə demək istəyirsən. Elədiklərin heç vaxt mənim yadımdan çıxmaz. Nəvəm Dilbərə görə səni danışdırıram. Əhməd Fazıl, biz sənə yalan danışmışdıq. Səndən 500 manat almışdıq. Dedilər ki, gətir, qalib olsan 1500 manat veriləcək. O da nəyin ki 1500, heç bir qəpik də verən olmadı. Belə də yalan olar. Onlar nə belə yalan danışırlar? Nə bilməyim. Gic paltarlarını satdılar mənim kimi axmağa. Ay qız, əsl sodu qaytardıq da. Hə, bax, pulumuzu qaytardılar, bax. Bir dəqiqə. 1, 2, 3, 1, 2, 3, 4, 5. Çox sağ ol, haqqını da halal elə. Bağışla da. Deyirəm, yalanla, fırıllaqla nə vaxta qədər iş görəcəksiniz, hə? Ailə münasibətlərində qarşılıqlı hörmət vacibdir. Yalanla fırıllaq isə hörmətsizlikdir. Haqlısan. Yaşar hardadır? Gəlməyib? Sən Allah, dərdimi təzələmək, bilmirəm hardadır. Siz bu ailəni oyun oyuncağa çevirmişsiniz. Deyir gedir. Arif bax buna oxşuyub. O da incir çıxır gedir, bu da deyir çıxır gedir. Oyun oyuncağa çevirmiş. Güya bizdədir problem. Ailə hamısı dörd, bizdədir problem. Yad qızıyıq axı.
Əslində qəşəng geniş sahədir, Xəzər. Burada çox iş görə bilərsən. Hə, məncə də inşallah görək də. Əgər xəyal elədiyim işi qura bilsəm, çox yaxşı olacaq. O gün bir səhifə görmüşəm, deməli xaricdən güllər gətirirlər, Azərbaycanda əkirlər. Bilirəm, bəlkə sən də eləyəsən, elə torpaq sahən də var qəşəng. Güllər hə, maraqlıdır. Nəyim görək də, inarsan elə mən neçə vaxtı həmişə arzumda, xəyalımda olub ki, öz işimi qurum, hər şey yaxşı olsa, birinci öz evimi təmir eləmək istəyirəm. Ondan sonra Allah nəsib eləsə, mansardda ev tikmək istəyirəm. Çox xoşuma gəlir mansardda ev. Sənin bəs? Yəni, əsas ev deyil də, əsas evin içindəkilərdir. Məncə də. Mansardda ev qəşəngdir, amma afrem tipli evlər var. Onlar daha çox xoşuma gəlir. Afrem. Yox, mən sənin zövqünə güvənirəm. Elə afrem demişkən, deyirəm bəlkə evin dizaynını da sən verəsən. Əslində qonşuyuq da, hə, ola bilər. Elə mən də buradan bir torpaq sahəsi alaram, qonşu olarıq. Sən demişdin, bir sahədə var. Ora haradır? Nə oldu? Sən zarfa deyirsən mənə. Hardayıq biz indi? Yəni, bu boyda yer bəs eləmir. Burada nə var? Nazlı xanı. Adam bir salam verər də. Salam Güllü xanım. Yeni işinizi də təbrik eləyirəm. Müdiriniz Nazlı xanım hardadır? Birincisi nə Nazlı müdirdə, nə də mən onun işçisi. Mən Nazlının yaxınıyam. İkincisi də ki, dırnağını düzəltdirməyə gedib, gələr indi. Dırnaqlarını düzəltməyə gedib? Bizim ustamız eyni daxı, bax salonun yanından keçdim, görmədim heç. Mən dedim ki, öz ustasına gedib, mənim ustamın yanına gedib. Hardadır ki sənin ustan? Mən nə evə lazımdır? Get baldızın gələndə gələrsən, indi işim var mənim. Yaman iş görsən axı. Gəlib çıxsaydı bu da. Salam Güllü, necəsən? Güllü, necəsən? Hələ tələsmə, çox belə videolar paylaşassan sən. Burada nə ediyormuşsan? Gəl evə də. Yaxşı deyə narahat olma, gəlmirəm. Niyə gəlmirsən ki? Şəkərlə üzə gəlmək istəmirəm də atam. Onu düz deyirsən. Haqlısan. Mənə çatmır. Bu nə oyundu qoşulub ona? Bizim ailəyə yaraşmır axı belə şeylər. Bəs elə mən də onu deyirəm də, bəs mən nə deyirəm ki? Ay, sən özün icazə vermirsən də. Elə mənə yalan danışıb məndən pul da almısan. Elə onun qədər sən də günahkarsan. 200 də səhv eləmişsiniz. Qayıt gəl evə. Yaxşı. Gəl. Bildim qardaşım, bildim, narahat olma. Səndə də yoxdur da, ev yox. Yaxşı, danışarıq onda. Gecən xeyrə qalsın. Oldu. Axşamın xeyr, Xəzər. Axşamın xeyr, Orxan. Nə olub qardaşım, niyə belə edirsən? Yəni,
Nəsə bəlkə xətrinə dəymişəm, nəsə bəlkə bir sənə qarşı səhv hərəkətim olub. Yəni, niyə belə edirsən ki? Qasdı tutdu oynayırıq biz. Niyə məndən qaçırsan, qardaşım? Yox, qardaşım, qaçmıram. Bir dənə işim var, onu həll edeyim, danışarıq da. Yox. Bu məsələni həll edək ki, qardaşım, bilək ki, nə var, nə yox. Mənə denən ki, bax, bu olub, belə olub, mən də bilim. Sən mənim qardaşımsan, de görüm nə olub. Düzün deyim sənə. Mən kimdənsə qaçan oğlan deyiləm. Hələ səndən. Nə olub da Sorxan? Mən sənə kömək eləmək istəyirdim. Dedim sənə ki, pul var. Amma əslində, mənim pulum çox azdır. Fikirləşdim ki, üstünü düzəldərəm, taparam. Dostlarımdan borc alaram. Amma vermədilər. Yaşar. Ay Yaşar, nə olur, getmə də, xahiş edirəm. Dağıtma da ailəmizi, nə olar? Əgər hansısa evdə sayılmırsa, o evdən ailə olmaz. Başa düşdü? Bildim də, bir səhv eləmişəm də, mən neyniyim? Məni də allatdılar da. Mən nə bilim ki, orada yayımlayacaq. Dedib heç harada paylaşmayacam da. Mən də bilmirsən, mən saf, tez alınan şəkərin də, inandım da ona. Mən nə bilim ki, fırıldaqçı olacaq. Nə fırıldaqçı? 5 manat pula görəsə bütün internet boyu şəkillərindir, nə videolardır. Mənə lazım deyil elə pul. Bildim də, neyniyim dedim, heç olmasa 5 qəpik bir xeyrim dəysin. Amma fırıldaqçıymış da. Bilirsən, sənin arvadın əslində zövqlüdür, qalib mən olmalıydım. Amma fırıldaq elədilər, vermədilər pulumuzu. Biz Nərminlə gedib pulumuzu aldıq. Əhməd əmin də pulunu qaytardım. Nə olur, eləmədə, gəl barışaq da, xahiş edirəm. Yaşar. Ay aşqa, deyirəm, gəl sən məni bağışla da, nə olar, bizim white həyatımızı blək eləmədən nə olar, xahiş edirəm. Mən sənsiz ili. İl nədir? İl Azərbaycan dilində ölmək deməkdir, yəni İngilis dilinə, Azərbaycan dilinə çevirəndə ölmək deməkdir. Mən sənsiz ölürəm. Mənim sənsiz bir günüm bir il kimi keçirir. Yaxşı, sən də yaxşı. Ay, Dayan, çox xoddanma o dəqiqə. Xoddanmıram ki, sən mənim şirikim sənə, Yaxşı, şirikim. Made in Azərbaycan. Yaxşı, keç evə, keç, soyuq olacaq. Çay dəmliyim sən içirsən? Keç, bir dənə çay dəmlə, keç. Ay, yaxşı. Saqqızım dilimin ucundadır, o dəqiqə oğruyurlar. Güllü, bağışlaya geç gəldim. Yox, narahat olma. Mən soruşan olmadı. O ailə ki, səndə var. Əlbəttə soruşacaqlar. Kim soruşdu? Nərmin gəlmişdi, dedim, mən dırnaq ustana gedib. Yaxşı elədin. Qulaq ası, mən nə deyəcəkdin? Bayaq soruşa bilmədim heç. Nazlı, mamam icazə vermir dayı gəlim dükana. Sonra danışarıq, yaxşı, sağ ol.